Sinema Radyo. Dost Sinema. Bugün qonağımız kino rejissor Məzahir Həşimovdur. Məzahir bəy, xoş gəldiniz. Çox sağ olun. Məzahir bəy, bir neçə gün bundan əvvəl Nizami Kino Mərkəzində təqdim edilmiş 3 faciə bir ağrı filmindən biraz danışmağımızı istərdik. İdeya hardan yarandı? İdeya belə deyək ki, ssenaristimdir. Bizim çox gözəl jurnalistimiz, həm ssenaristimiz Gülzar Mustafayevandır. O bu ideya üzərində çoxdan çalışırdı. Yəni çoxdan bunu istəyirdi, hər dəfə də bunu müzakirə eləyirdik. Amma belə deyək ki, ideya elə öz yerində qalmışdı, irəliləmirdik. Ancaq belə oldu ki, bu ideyanı CBC kanalı rəhbərliyində də verəndə və bilirsiniz ki, film Audiovizual Şuranın mali dəstəyi ilə çəkildi. Onlar da bu filmi ideyanı bəyəndilər və biz beləliklə yollandıq çəkilişə. Çəkilişlərdən, istehsalat qrafikindən biraz danışın bizə. Ümumiyyətlə belə deyək ki, bildiyiniz kimi 3 ağrı, o deməkdir ki, yəni bu 3 faciəni birləşdirir bir-birində. Yəni Liditsa 42-ci il, Srebrenitsa 95-ci il və təbii ki, bizim öz faciəmiz, yəni ən ağırlı yerimiz Xocalı faciəsi 92-ci il. Yəni bu paralelləri aparmaqda məqsədimiz bir ilk növbədə o idi ki, yəni belə deyək ki, o ədalət tərəzisinə o biri faciələri qoyanda digər gözünə də Xocalını qoymaq lazımdır. Təbii ki, belə deyim ki, bu haqda çox filmlər çəkilib. Yəni bədii filmlər, sənədi filmlər kifayət qədər tutarlı, yaxşı filmlər çəkilib. Ancaq bu paralelin aparılmağı yenilik demək istəməzdim. Sadəcə olaraq biz istədik ki, biraz fərqlənək və istədik ki, dünya arenasına çıxmaq üçün qoy elə onların özlərinin, yəni görsünlər ki, bunun paralelində, yəni belə baxanda eyni səviyyəli faciələrdir. Yəni hər bir fərq yoxdur. 42-də də, 95-də də, 92-də də demək olar ki, eyni şey baş verib. Ona görə də bunları çəkmək üçün biz yollandıq ilk növbədə Çekiyaya. Çekiyada biz Praqada çəkilişlər elədik. Sonra biz getdik Liditsaya. Həmin o Liditsa kəndi olan yer artıq bir memorialdır. Ora yəni tamamilə yox olub. Ancaq onun yaxınlığında o kəndi yenidən salıblar. Belə deyim ki, biz ilk Liditsadan danışım. Liditsanın orada bir abidə var, uşaqların abidəsi və orada 82 uşaq var. Yəni o abidəyə baxanda mən birinci o memoriala daxil olanda təbiət bəlkə də adamın xoşuna gəlir. Deyim ki, yaşıllıq, meşəli, yəni ağaclar çox gözəldir, təbiət də gözəldir. Lakin o abidənin qarşısında dayananda, yəni o uşaqların çox təbii işlənib. Çox təbii işlənib və sizi inandırıram ki, mən o kadrı çəkəndə elə bilim doğrusu, yəni həqiqi canlı uşaqları çəkirəm. Yəni bunu işləmək də yəni bu böyük bir o skulpturan kimi ki düzəldib, yəni o uzun müddət ərzində. Çünki bir abidəni yaratmaq üçün uzun bir vaxt lazımdır. Amma burada artıq 82 uşaq var. Yəni onları bir-bir üzlərinin simalarının necə deyim, cizgilərinə kimi verməyi adama doğrudan təsir eləyir. Və təbii ki, o haqda danışanda da qulaq asırsan, bu nə qədər də uzaq olsa da, amma bu belə deyək 20-ci əsrin faciəsidir. Yəni uzaq bir də tarixdə deyil. Və sonra biz deyim ki, çəkilişlərimiz davam elədi Terezində. Yəni Terezin konslagerində davam elədi və təbii ki, ora girəndə də oranın da bir vahiməsi var. Orada mən bir tunelə girdim. O tunelin içərisindən kamera əlimdə çəkə-çəkə çıxırdım. 10 dəqiqəyə çıxdım. Yəni çox dar bir filmdə də o hissəni göstərmişik. Dar bir tuneldir və tuneldən getdikcə sağa, sola, yerin altına girəcək nəsə başqa bir tunellər gedir. Yəni bunları gördükcə görürsən ki, insanın, yəni bu faşizmin insana qarşı fikirləşdiyi bu ölüm mexanizmi deyim, nə deyim, yəni bunu yəni insan düşünüb də və gəzirsən orada və düşünürsən ki, burada neçə minlərlə insan heç nədən, yəni bunlar öldürülüb də və üçüncü çəkilişimiz bizim Bosniyadır, yəni Bosniyaya biz getdik. Bosniyada Srebrenitsanın biz Pataçari deyilən yer var. Orada həmin memorial var, hansı ki 8000-dən yuxarı qəbirlər var.
Və o qəbirlərin arasına daxil olanda da bu elə bilirsən ki, uçsuz bucaqsız bir yerə düşmüsən. Yəni hamısı hara baxırsan qəbirlərdir. Yəni bunu insan insana qarşı törədib də. Və təbii ki, sonradan Azərbaycana qayıtdıq və Xocalıda davam elədik. Yəni biz yenə də başqa bu haqda danışanda da deyirəm ki, biz bəlkə də bu egoist idik ki, biz bu bizim yəni sənətimizdir. Çəkək, bu hekayəni danışaq. Ancaq o hadisələri yaşayan insanlar bir daha bizə görə yaşadılar onu. Və təbii ki, bu çəkiliş prosesində bu insanlara qulaq asmaq, bu insanların dərdinə təbii ki, biz heç nə eləyə bilmərik. Onlar bunu yaşayıblar. Məsəl üçün, Bosniyada bir qadın var idi, Şuxra. Onun uşaqlığı 2-ci Dünya müharibəsinə düşüb. Yəni, o müharibəni görmüş adam və özü də deyir ki, mən təsəvvür edə bilməzdim ki, belə bir hadisə bir də təkrar olunsun. Onun 4 uşağı var idi, amma bu Bosniya müharibəsində onun 2 oğlunu vəhşicəsinə orada öldürüblər. Və qadın danışdıqca, bilirsiniz, o öz dilində danışır. Təbii ki, Slavyan dillər qrupuna aiddir, bəzi sözlər başa düşülür. Amma başa düşülməsə də, yəni dili başa düşməsə də, onun sifət mimiklə hiss edirsən, o necə ona ağır-acılı danışır və sonra o özü qeyd edir ki, mən utanıram yaşadığıma görədir, mənim uşaqlarım belə vəhşicəsinə öldürüldü və o senzuradan, necə deyim, kənar olmasa da, yəni demək istəyirəm ki, onu orada hətta qeyd edir ki, onun oğlanlarının başını kəsiblər. Yəni çox ağrılı, yəni bilirsiniz, bu mənim necə deyim, professiyamdır. Mən bundan ləzzət alıram bu işdən. Amma belə bir film çəkəndə onlarla birgə bunu yaşayırsan. Təbii ki, bu insanda stres də yaradır. Amma yenidən edib çəkməliyik, professionallığı qoruyub saxlamalıyıq. Və deyim ki, bizim əsas məqsədimiz bu filmdə, yəni dediyimiz kimi, istəmədik o zəif damarlara basaq. Yəni istəmədik ki, tamaşaçı baxıb ağlasın. Biz daha çox istəyirdik ki, informativ bir film olsun və təbii ki, biz necə ki 2-ci Dünya müharibəsindən sonra Nürnberg məhkəməsi oldu, sonra Bosniya müharibəsi məhkəməsi oldu və nə gözəl ki, bu Azərbaycanın gücüdür ki, bizdə də həmin bir özümüzün, deyək ki, Nürnberg bir məhkəməmiz oldu və cinayətçilərin qismən də olsa bir neçəsi öz cəzasını aldılar. Və təbii ki, bizim filmə də bunların hamısının əlavə olunmağı bizim üçün bir xoş bir şey oldu ki, yəni bu filmdə həm paralellər apardıq, həm onların məhkəmələrinə göstərə bildik. Məzahir bəy, bu bir neçə faciəni yenidən gözünüzdə canlandırdınız, yenidən çəkməyə çalışdınız, göstərdiniz. Bax, bu çəkiliş prosesində ən çətin məqam sizin üçün nə ilə yadda qaldı, harda oldu? Yenə deyəm ki, mənim üçün ən çətin çəkilişdə yəqin ki, insanlara qulaq asmaqdır. Yəni, onların danışdıqları o proseslər, təbii ki, biz yol gedirik. Əgər sırf texniki baxışdan belə deyiriksə, yol getmək özü bir çətindir. Çünki biz Çekiyada, Azərbaycandan Çekiyaya, yəni Praqaya, Praqadan Bosniyaya, bunların hamısı vaxt itkisidir və təbii ki, bizim də vaxtımız da qısadır. Yəni bu vaxt ərzində bunu çatdırmaq da var. İndi bütün yerdə maşınla, yəni özüm sürmüşəm maşını. Təbii ki, təyyarə ilə düşürük və sonra maşınla sürür, gedirik. Bosniya deyək ki, yollar getdiyimiz an çox qar oldu. Yəni orada bir dağ, Preval yol var. Yəni Preval düşəndə, aşırım düşəndə, yəni çox buzlu, sürüşkənli bir yol. Yəni buna baxmayaraq istədiyimiz yerə gedib çatdıq. Amma gedib çatırsan həmin yerə, orada bir çox belə qəribə bir şeydir. İnsanlar yaşayırlar, yəni var insanlar. Amma orada cavan adam yoxdur. Çox gözəl yerdir. Meşənin ətraf hamısı meşədir, çox səliqəli, çox qəşəngdir. Evlər çox belə arxitekturun evlərdir, yəni. Amma demək olar ki, cavan adam yoxdur. Uşaq ümumiyyətlə yoxdur. Və hər birindən danışanda o insanlar baxırsan ki, bəlkə də insanların içində nə qədər də o qorxu hissi bəlkə də qalıb. Və baxmayaraq ki, onlar danışırlar və deyirlər ki, biz artıq onları bağışlamışıq, o dövr yaddan çıxıb. Amma yenə də buna baxmayaraq görürsən ki, insanlar nəsə bir qorxu hissi mi deyim və yaxud da ehtiyat hissi mi deyim yenə də var. Və biz çəkilişi edən vaxtı, təbii ki, bizə dəyib dolaşan yoxdur. Bir dəfə polis yaxınlaşdı ki, nə çəkirsiniz? Dedi, Azərbaycandan gəlmişik, heç bir söz demədən çıxıb getdi. Amma baxırsan ki, kənardan insanlar izləyir, yaxın durmurlar. İndi hardasa biz oturanda, nə bilim, çörək yeyəndə gəlirlər, yaxınlaşırlar ki, mən sizə baxıram, siz bunu çəkirsiniz də, bu bizim tragediyadır. Və çoxu da onların çoxlarına şərt qoyulmuşdu.
ya Amerikaya getməli idilər, səhv eləmirəmsə, ya desən İngiltərəyə, belə bir şərt də qoyulmuşdu və onların çoxu Amerikanı seçmişdi. Yəni sağ qalanlar belə deyək ki, onlar o hadisələri bizə danışırlar, üz çəkilmək istəmədilər çoxları. Hadisəni bizə danışırlar və təsəvvür ki, biz çəkilişi bitirmişik və istirahət eləmək istəyirik də. O qədər, yəni maraqlı da demək olmur buna, sadəcə olaraq o qədər şeylər danışırlar ki. İnsan qalır, bilmirsən nə edəsən də, yəni bunu da çəkmək istəyirsən, bunu da çəkmək istəyirsən, amma bilirik ki, bəlli bir vaxt var. Yəni biz filmi yükləyə də bilmərik. Bu insanların hekayələri də, yəni istər bizdə, istər onlarda bu kifayət qədər, yəni o qədər hekayələr var ki, bunun yəni demək də olmur ki, yox danışma, bu bəsdir. Qulaq asdıqca, nə qədər halımız xarab olsa da, yəni elə bir şeylər danışırlar ki, məsəl üçün orada bir Necat var idi. O Necatın aparıblar onu güllələməyə, alladıb aparıblar ki, sizi buraxırıq və ona 3 güllə vurublar. Buna baxmayaraq o sağ qalıb. Elə biliblər ölüb, sağ qalıb və o oradan necə çıxıb, neçə gün sürünüb, gəlib çatıb axır ki, hansı kəndə. Yəni bu təbii ki, bir Allahın bir möcüzəsidir ki, insanı qoruyub saxlayıb. Və o insanların təzədən bir də bunu yaşaması, yəni biz də onları bir hiss elədik də, biz özümüzdən keçirdik. Amma yenə də buna baxmayaraq biz çalışdıq ki, filmdə əsas o zəif damarlara toxunmaq yox, sırf hüquqi tərəflərini önə verək. İndi yəqin ki, tamaşaçılar da premyer oldu, yəni tamaşaçılar da müsbət qarşıladılar və dedilər ki, bu filmdə bir yenilik oldu ki, siz bu hadisələri birləşdirmişsiniz, bunun paralelini aparmışsınız. Yəqin ki, tamaşaçılarımız da bəyəndilər, bilməm, yəqin bacardıq. Bu film əsrin faciəsi olan Xocalıya tamaşaçı üçün hansı baxış bucağını təmin edir? Birinci onu deyim ki, ümumiyyətlə 42, 92, 95. Belə baxanda İkinci Dünya müharibəsində bu boyda itkilər, bu boyda faciədən sonra insan təbii ki, elə bir dərs almış oldu. Yəni belə düşünürsən ki, insan dərs almış oldu ki, yəni belə bir şey insana qarşı faşizm, bunu biz qalib gəldik və mən həmişə deyirdim ki, orada o qalib çıxan insanlar həyatda uduzmazlar. Çünki o boyda əziyyəti görən insanlar və təbii ki də o insanların hər birinin xarakteri tam güclü insanlar. Və bizim bu yaxın tarixdə görürsən ki, bu faşizm yenə davam elədi. Yəni bu insanların, demirəm insanlara qarşı, insanların biri-birinə qarşı, necə deyim, bu nifrətdir, irq söhbətləridir, yəni nələrdir. Biz məsəl üçün bu filmdə onu göstərir ki, insan insandır, fərqi yoxdur. Bizim filmdə məsəl üçün dinindən, irqindən asılı olmayaraq hər bir insanın dərdini göstərmişik də. Yəni onlar orada necə deyim, həm müsəlman, həm xristian, həm iudey, yəni bunların hamısının biz dərdini göstərmişik də. Bu insandır. Fərqi yoxdur, dini, irqi insandır. Və bizim əsas da məqsədimiz, mesajımız odur ki, faşizmin qurbanlarına, nə bilim, çevrilmək düzgün deyil də. Bu cinayətlər təbii ki, axır əvvəl hər kəs öz cəzalandırılacaq. Amma əsas da bizim məqsədimiz elə filmdə tamaşaçı ilə bir ünsiyyətdə olanda başa salmaqdır ki, yəni faşizmin qalıqları çox heyf ki, bu dövrdə də davam elədi. Amma yenə də göstərdi ki, hüquqi tərəfdən göstərdi ki, heç nə cəzasız qalmır. Yadımdadır sizin 2019-cu ildə çəkdiyiniz bir film var idi. Orada müharibə mövzusu qabarır. Ümumiyyətlə, müharibə mövzusu bir rejissor üçün hansı həssas məqamları özündə birləşdirir? Mənim üçün ümumiyyətlə müharibə filmi ola bilər ki, bəlkə də bu mənim yəni şəxsi fikrimdir. Müharibə deyəndə o deməkdir ki, mütləq atışmanı vermək. Mütləq kimsə ölməlidir, kimsə nəsə olmalıdır. Bu əsas müharibədə insan faktorudur. Əgər konflikt varsa, siyasi bir məsələ varsa və yaxud da başqa bir məsələ varsa, yenə də burada əsas məsələ insan faktorudur. İnsan faktorunun da, yəni müharibənin, məsəl üçün mən o Sizə məktub var filmimdə, əsas göstərmək istədiyim məqam o idi ki, müharibə mənim qəhrəmanım da cavan bir uşaq idi. Yəni o həyatı görməyən bir insanın, yəni həyatı görmədi, bilmədi, sevə bilmədi, sevgisini deyə bilmədi və bu insan sadəcə olaraq yox oldu, getdi. Bunun üzərinə biz nə qədər də qəhrəmanlıq adı versək, yenə də insan ölür. Və müharibənin qurbanı sadəcə olaraq insan faktoru olur. Ona görə də mənim müharibə haqqında film çəkəndə çalışıram ki, ümumiyyətlə yenə bir senarilərim var ki, yəqin ki, orada da müharibə olmayacaq.
Sadəcə olaraq müharibənin fonunda insanın əziyyəti. Belə deyim. Məzahir bəy, sizcə bugün kinomuzda hansı mövzular çatışmır? Əslində belə deyək ki, bu sual dərin bir sualdır. Yəni doğrudan da bir araşdırılmalı sualdır. Çünki hərdən Azərbaycan kinematoqrafı deyim ki, biraz acıdır. Bu çəkilən seriallarda da görsənir, bu çəkilən filmlərdə də görsənir. Bəzən bəlkə kiminsə xətrinə dəyəcək. Bəzən gənclər var hansı ki, onlar ssenari göndərirlər ki, bir dənə siz baxın zəhmət olmasa. Oxuyursan, görürsən ki, çox əslində sadə hekayə olmağı yaxşı bir şeydir. Amma o çox bəsit bir hadisəni özü üçün böyük bir şişirdib, onu bir film şəklinə salmaq istəyir. Və deyəndə də xətirlərinə dəyir də. Yəni, mənə elə gəlir ki, Azərbaycan elə bir məkandır ki, bizdə hər bir mövzu var. Bizim yəni çatışmayan deyə bilmərik ki, bizdə bu mövzu bizdə yoxdur. Hər bir sahədə də, yəni həm müharibə sahəsində, həm Simboli Azərbaycan bu 2-ci Qarabağ müharibəsindən qalib çıxıb da, yəni bu mövzumuz da var. Əgər biz Amerikaya baxıb məsəl üçün Sıravi rayının xilas olunması filmini şişirdirdiksə, görürdüksə, ondan da qat-qat güclü hekayələr artıq var. Yəni bu realdır. Bəlkə də Hollywood və yaxud da başqa onu şişirdib başqa bir formada göstərir. Amma bizdə şişirtməyə ehtiyac yoxdur. Doğrudan da güclü hekayələrimiz, hadisələrimiz var ki, hansı ki biz onu canlandıra bilərik. Sadəcə olaraq yenə də bizim, mən həmişə deyirəm, çoxların da bu xətrinə deyir. Bəlkə də təhsil problemi var. Bəlkə də nəsə başqa bir problem var ki, insanlar o mövzunu düzgün yanaşmırlar mövzuya. Müharibədirsə mütləq güllə atılmalıdır. Müharibədirsə mütləq tank getməlidir. Və mənim vəsaitim yoxdur ki, mən ora tank getirim. Qardaş, tanka ehtiyac yoxdur. Mən bir müəllifin adı yadımdan çıxıb, amma o bir kitab yazmış. Çox maraqlı bir hekayədir. Bir bizim futbolçuydu. Yəni uşaq vaxtı futbolla məşğul olub. Deyir, trener gəldi və dedi ki, başlayın futbola. Bir valideynlərimiz də oturmuşdu. Baxdılar ki, o komandanı verdi, amma ortada top yox idi. Hamı dedi ki, müəllimin yəqin baş xarab olub, yəni bu niyə topsuz oyun olur? Deyir, müəllim bizə baxdı, dedi, hələ siz topsuz bir dənə komanda olmağınızı göstərin, sonra mən sizə top verəcəm. Yəni doğrudan da bax, bizim kinomuzda bu yoxdur. Biz yəqin ki, bu, yenə edirəm, təhsillə bağlıdır. Biz oxumalıyıq, biz həmin Wim Wenders'ın soruşanda ki, yaxşı rejissor olmaq üçün nə etmək lazımdır? Adam suala belə bir cavab verdi, ingilisindəki read, dayanmadan bunu uzatdı. Yəni oxumaq. Təbii ki, biz bundan qaçırıq və mövzuları kiməsə oxşatmaq istəyirik. İstər məhəbbət mövzusu olsun, biz istəyirik Türkiyə filmlərini oxşadaq və yaxud da Fransa filmlərini oxşadaq və yaxud da, yəni bizim də öz sevməyimiz var. Yəni biz, necə deyim, indi yaranmamışıq ki, yəni bizim də hər şeyimiz var, müharibəmiz də var, sevgimiz də var, iş həyatımız da var, bəşəri mövzularımız da var. Yəni sadəcə olaraq mənə elə gəlir ki, mövzularımız kifayət qədərdir, sadəcə olaraq biraz oxumaq lazımdır və təhsil öz sözünü deyəcək. Bəs kinomuzu zəfərimizə layiq etmək, bu mövzunu şaxələndirmək üçün nə lazımdır? Yenə də bizim zəfərimizlə bağlı filmlər, yəni mənə elə gəlir ki, biz hərdən deyirlər ki, biz gecikirik. Mənim şəxsi fikrimdir ki, insanlar o emosiyalara qapanır və hamı film çəkmək istəyir. İkinci Dünya müharibəsindən sonra ən yaxşı filmlər 60-cı illərdən sonra oldu. Yəni bu artıq 20 ildən sonra. Bütün sənədlər açıldı, bütün hər bir şeylər artıq real formada ortaya çıxdı. Yəni Azərbaycan bu günlərim yenə də deyirəm ki, bizim gənclər, yəni hamımız düşünürük ki, mütləq müharibə lazımdır. Adi bir, necə deyim, məsəl üçün bu filmdə bizim bir məqamımız var ki, bizim qəhrəman danışır və sonra o bir pauza verir. Sadəcə olaraq baxır. Heç nə demir. Sadəcə olaraq baxır. Onu biz filmdə də saxlamışıq. O baxmağı bunun bütün o yaşadığını göstərir. Bəlkə də danışmağından da artıq bir şey göstərir. Yəni tamam başqa bir fikir yaradır insanda. Bax o baxmaq,
yəni baxmağı hiss eləmək, Azərbaycanın bu qələbəsini mənə elə gəlir ki, o şaxələndirmək üçün də, yəni belə çatdırmaq üçün o baxışları görmək lazımdır. Ondan sonra da təbii ki, filmdə olacaq. Məzahir bəy, dövlət tərəfindən maliyyələşdirilməsində həyata keçirilən yeni mexanizm bir rejissor olaraq sizə hansı imkanları yaradır? Dövlət tərəfindən ümumiyyətlə kinonun maliyyələşdirilməsi mənə elə gəlir ki, düzgündür. Bəzən insanlar arasında deyirlər ki, yox, bu özəl olmalıdır. Aydın məsələdir, özəl sektorlar inkişaf eləməlidir. Bu, kinonun inkişafı deməkdir. Yəni, kinonun inkişafı ümumiyyətlə kinoteatrdan başlayır, belə deyək. Nə vaxt ki, kinoteatr dolu olacaq, Azərbaycan kinosu da inkişaf edəcək. Bunun üçün də vacib deyil ki, mütləq hansısa bir tragediya olmalıdır, mütləq hansısa bir ideologiya olmalıdır. Bu komediya ilə də ola bilər. Dünya kinosu komediya ilə inkişaf edib. Yəni, komediya olmasaydı, deyək ki, Charlie Chaplin olmasaydı, kino bəlkə də olmayacaqdı. Yəni, o hissədən gəldi, çıxdı bu yana. Həmin uşaqlar çəkirlər, özəl studiyalar çəkirlər. Bu çox gözəl bir şeydir. Bəli, hardasa zəifləri də var, hardasa kinoya bənzəri də var, hardasa kino da var. Yəni, bunun olmağı Azərbaycan kinosunun inkişafına tərəf gedir. Ancaq dövlətin maliyyələşdirməsi, təbii ki, ideologiya ilə bağlı olan filmlər, vətənpərvərlik ilə bağlı olan filmlər, müəllif filmləri, yəni təbii ki, müəllif filmləri böyük kassa gətirə bilməz. Bu kino incəsənətin bir ən zəngin qolu olsa da, əsas bu əyləncədir. Yəni insanlar kinoteatra kinodan da əlavə əylənməyə gedir. Ona görə də bəzi mövzular var ki, hansı ki sən istəyirsən onu deyəsən, amma şəxsi sponsor buna gəlməyəcək. Bunun üçün təbii ki, hər bir yəni bu sənətlə məşğul olanı buna bir əyləncə kimi baxmayan rejissorlar üçün dövlətdən maliyyələşmə bir vacib bir məqamdır. Biraz bizə hazırda üzərində çalışdığınız layihələr barədə danışın. Hal-hazırda deyim ki, bəlkə də biz bayaqdan müharibədən danışırıq, amma 2 komediya üzərində çalışıram. Yəni maraqlıdır sizə. Komediya üslubu necə alınır? Maraqlıdır baxmaq. Nəzərə alsaq ki, mən əvvəl KVN-də məşğul olmuşam. Yəni o yolumda vardı. Yəni təbii ki, bu komediya bir romantik komediyadır. Və Markiza Deo əsərinin bizim dövrə bir adaptasiyasıdır, belə deyim ki. İnşallah ki, onu bitirəcəm. Yəni sadəcə onu bir bəzəmək istəyirəm. Yəni bunların üzərində çalışıram. Artıq aktyorlar seçilib yoxsa? Yox, amma hələ seçməmişəm heç kimi. Amma belə deyim ki, arzumdur ki, yəni mən demirəm, biləm çox aktyorların xətrinə deyəcək, amma yeni simalar istəyirəm. Aha. Tamam yeni. Maraqlıdır. Kastingdə siz bir rejissor kimi iştirak edirsiniz yəqin. Təbii ki, əlbəttə. Mən o aktrisanı və ya aktyoru görməsəm, yəni düzgün olmaz məncə. Mən çox vaxt düzdür, təbii ki, casting direktorları olur, onlar tapırlar, gətirirlər. Sadəcə olaraq onu gərək o aktyoru da hiss eləsin. Mənə elə gəlir ki, rejissor o aktyoru hiss eləmirsə, onunla işləməyə dəyməz. Sadəcə olaraq yenə də deyəndə çoxunun xətrinə xalq artistidir, bu titullar başa düşdüm. Amma titullar öz yerində. Amma ruhu da yaxın olmalıdır axı. Buna görə təbii ki, yaxın biri olmalıdır ki, onunla işləyəsən. Maraqlıdır. Siz bir kino rejissor olaraq, Məzahir Həşimov olaraq sizin çəkiliş məkanında, çəkiliş meydançasında əsas olaraq nəyi götürürsünüz? Bir düstur mu deyim, bir qayda olaraq mı deyim? Məsələn, onu edirsiniz və sonra işə başlayırsınız. O sizdə mütləq yaxşı alınır. Yox, onu deyə bilməyəm. O barədə yəqin ki, amma o çəkiliş meydançasında mənə elə gəlir ki, mənim öz komanda ilə seçimdiyimdə, mənim çəkiliş meydançasında artıq küskünlük, artıq narazıçılıq ola bilməz. Yəni, bu mənim üçün, işləməyim üçün əsas stimullardan biridir. Mən komandanı sevirəm. Kino komanda işidir. Yəni, bu tək mən bunu belə elədim, mən bunu elədim, düzgün deyil. Amma o komandadakı insanlar bəzən, mən həmişə teatrdan kinonun nə fərqi var? Teatrda, məsəl üçün, aktyor oynayır, o kiminsə baxışını tutur və başlayır, əgər səhnədəki ilə alınmırsa, orada zalda oturanla onun baxışı tutur, onunla bir kontakt qurur və başlayır oynamağa. Amma kinoda bu mümkün deyil. Və yaxud da teatrda
insan ağlamaq üçün bunu daha emosional eləməlidir ki, ən axırda oturan başa düşsün ki, bu ağlayır. Amma kino belə deyil. Kinoda kruplu planlar var, hansı ki, biz belə deyək ki, əgər ekran 10 metrdirsə, o bir gözü göstərir, hər gözə 5 metr yer düşür. Ona görə bu yalan danışmaq özünü göstərir. Və o hansı ki, aktris orada oynayır və ya aktyor oynayır, yəni biz onu tək görürük orada, kameranın qarşısında. Amma kameranın bu biri tərəfində təbii ki, orada bir millət var. Yəni o cəmaatın həmin o orada oynayan aktyora köməyi yoxdursa, təbii ki, bu mənim işimə mane olur. Ola bilər biz onu 10 dublə çəkə bilək, ola bilər biz 20 dublə çəkə bilək. Yəni insanlar aktyorlar çox fəxr edir ki, mən 1 dublə məndə alındı. Bəli, alına bilər. Amma 10-cu dubldə sən başqa bir adam olacaqsan. Və mən onu yoxlamaq istəyirəm. Görüm o alınacaqsa, birincini silib atacağam. 10-cu dublə əgər komanda bezirsə, deyirsə ki, aydı nə oldu bu qız oynasaydı çıxıb gedərdi də, belə deyək də. Yəni o qıza mane olur. Ona görə komanda bu hamısı vəhdət olmalıdır. Aktyor da orada yerində olmalıdır, texnik sastav da yerində olmalıdır və təbii ki, rejissor da o atmosferanı yaratmaq üçün əsas iş meyarı budur. Yəni mənə gəlir ki, bu olmasa kino da ola bilməz. Bütün bunları başa düşdüm, amma siz özünüz, bax, əsl kino rejissorun nəyi olmalıdır? Kino rejissorun mənə elə gəlir ki, xarakter olmalıdır. Yəni xaraktersiz kino rejissor ola bilməz. Bu hər bir şeydə keçərlidir. İstər, yenə deyirəm, komanda ilə işləyəndə, istər mövzu seçimində, istər orada bir avtoritet yaratmaq üçün xarakter olmasa, o meydançadan film çıxarmaq mümkün deyil. Ola bilməz. Və kino rejissor olmaq istəyən gənclərimizə nə məsləhət görürsünüz? Wim Wenders'ın sözünü deyəcəm, reyd, oxumaq, yenə də oxumaq. Məzər bəy, çox təşəkkür edirəm. Bizə vaxt ayırdınız, studiyamıza gəldiniz. Mən sizə işləriniz uğurlar diləyirəm və o komediyaları gözləyirik. Çox sağ olun, mən də sizə təşəkkür edirəm dəvət elədiniz. Məncə maraqlı söhbət elədik. Minnətdarım sizə. Sağ olun. Cinema Radio, Cinema Radio, Cinema Radio.